Salam, hər vaxtınız xeyir olsun kanalımda. Xoş gördük sizləri. Bugün biz Fatih ilə bərabər iş dəftərindən 5-ci sinif 1-ci hissə təbii ki, natural ədədlərin vurulmasına və bölünməsinə aid mövzusunun suallarına baxacağıq. Deməli, birinci sualımızda vurma xassələrini tətbiq eləməliyik. Yazılıb ki, 8 vurulsun 235. Fatih, necə eləyək ağılı 8 vurulsun 235-i? Bizdə burada açıq şəkildə, yəni ki, mən Hı hı. vurmalar xassələrini istifadə edəcəm. Məsələn, ən asan yazı bilər ki, 200 üstə 30 üstə 5 Yəni bərabərdir mənə. Sonra 235-i isə ayırırıq. Düzdürmü Fatih? bəli. 200 üstə Və gəlsin sonra da 30. bunların hamısını 8-ə vurub tərzinə üstünə gəlir. Məsələn, Bəli. 200-ü 8-ə vuranda 1600. Hı Sonra 1600 hı. üstə 30 vurulsun 8 240. Hı Bunun da hı. üstünə 5 vurulsun 8 40. Burada hamısını Aysu. toplayanda 1880. Bunun da cavabı deyirsən ki, deməli 280 eləyir. Üzərinə də gəldi 1880. Doğrudur. Gəldi indi İkincidir. 342 vurulsun 5-ə. Buyur. Və burada da həmçinin Hı hı. 300 üstə 400 üstə 2. Amma burada Hı hı. vuracaq 5-ə. Aysu. Kendi bırak 5'e Sonra al. 300'ü vurduq 5-ə eləyir 1500. Hı hı. Sonra 40-ı vurduq 5-ə elədi 200. Hı 2-yi də hı. vurduq 5-ə elədi 10. Yəni Hı hı. 1500 üstə 200 üstə 10 bərabərdir 1710. Doğrudur. Üçüncü Sonra var 15 11 vurulsun 15 8 vurulsun. vurulsun 8 vurulsun 2. Burada asan yolu 8 Gruplaştırma. 8 vurulsun və 8 vurulsun 15 vurulsun 2. 8-i 15-ə vuranda 120, 120-yi də 2-yə vuranda 240. Yəni belə deyək də, iki dənə rəqəmi qruplaşdırırıq, düzdürmü? Və Məsələn, gəl sonra qruplaşdıraq. Haydayam. Burası silindi bir dəqiqə. Məsələn, nəyə qruplaşdıraq? am, məsələn Olarmı? 5 ilə 15 ilə 5-i 2-ni qruplaşdıraq. və 15 ilə 2-ni qruplaşdıraq ki. Yazaq ki, 15 vurulsun 8 vurulsun 2 bərabər. Mötərizədə yazaq ki, 15 vurulsun 2. Bir də kənarda vurulsun 8. Yaxşımı? 15-i 2-yə vuran neçə eləyir? 30. 30-u da 8-ə vuranda daha yaxşı vururuq, asan da olur. 240. Bax, bu şəkildə qruplaşdırma olur. Digərində nə ilə nəyə qruplaşdıraq? digərində isə mən 6 ilə 32 ilə 5 6 ilə 5-i daha rahatlarını qruplaşdıraq. 6-nı 5-ə vursaq 30. 30-u da vuraq 32. Düzdür? Keçdik ikinci misalımıza. Boş xanalara uyğun ədədlər yazmalıyıq. Yenə də xassələrdən istifadə etməklə. A variantında deyir ki, Fatih 8 vurulsun 0 bərabərdir. Sonra da yazır ki, mötərizədə 13 çıxılsın, boş qoyubdur və vurulsun 8. Eləməliyik ki, sağ tərəflə sol tərəf bir-birinə bərabər olsun ağıllı. Bura hansı rəqəmi yaza bilərik? 0. Niyə? 13 yazaq da. Axı 0 eləməlidir. 8-imiz var. 13-dən də 10 çıxaq ki, 0 alaq ki, 0-ı 8-ə vuranda da 0 eləsin. B variantında necə eləyə bilərik? B variantında 5 yaza bilərik. Ay, Çünki sağ ol. 5-i yazırıq. Bəli, 20-ni C-yə vurubsa, üstə gəlsin. 20-ni də 5-ə vurub cavabını yaza bilərik. 20-ni 5-ə vuranda neçə eləyir? 100. Yəni burada artıq 100 olmalıydı. Ya 20 vurulsun 5 yaza bilərik, ya da 100 yaza bilərik. C bəndinə gəldik. C bəndində isə 30, bir də 6. Aha, nə yazaq?
30 Ha, vurulsuna 30 mu? yazaq bir dəfə. Bəli. Bir dəfə də 6-nı 30-a 600. vurulmuş cavabını yazaq. Yəni Bəli. 180. Düzdürmü? Bəli. Bəs D variantında Fatih 5 vurulsun n vurulsun 12'dir. Plus burada vurulsun n var. 60. A ise 5'in 60. 12'ye vurulmuş halını yazırıq. Yəni 60 yazırıq. Y variantında bəs Y variantında 5. 40 vurulsun n çıxılsın 40 ilə 5'in hasili də. Obşi mörtərizə Bəli. açılmalıdır axı. Bəli. Yəni 200. Bəs F-dən F'də mənə P-ni vurub nəyə? 60'a da. F'də mənə Olub bəli. 60 60'a vurulsun. vurub çıxırıq. Bəli. Və Bu səfər 60'ın 4'ünü vurması. A isə 60'ın 4'ə vurulmuş halını çıxmalıyıq. Yəni 240'a çıxmalıyıq. Aynı oldu. Bəli. Gəldi üçüncü tapşırığa. Üçüncü İşte tapşırıqda dedik ki, boş xanalara uyğun ədədləri yaz. aha, A variantında səncə nə yaza bilərik? 0. 650 vurulsun 0, bəli. Sıfıra vurmalıyıq ki, sıfır alaq. Burada da 16'nı neçəyə vuraq ki, 16 alaq? 1'ə. Təbii ki, 1'ə. 1'ə. Bəli. C bəndində isə Burada da 325, həmçinin 1'ə. bəli, 325'i də həmçinin 1'ə vuranda elə özü eləyir. D'də isə 47'dir, vurulsun 2'dir. Bu tərəfdə sağ tərəfdə də 2 vur 47. Sadəcə vurğuların yerini dəyişibdim. Bəli. Y'də bəs neyiniyib? Qruplaşdırıb düzəltdi. 5 Yəni vurulsun, 7 vurulsun. Y'də mənim 7 olacaq bir dərsi. Ay sağ ol. Digərində də 5 Sonra vurulsun 40 8. olacaq. Bəli, 40 vur Sonra 7 olacaq. bəli. Sonra da Sonra cavabımız isə neçə olur? 280. Bəli, 280 olacaq. Gəlin F-ə də baxaq. F'də mən Burada fikir 9 verirsən mi? vurulsun. Yığıb bir yerə. Yəni bu o Bəli. deməkdir ki 30 vurulsun 11 üstə gəlinsin. 30 vurulsun 9 imiş bu. Biz bunu Bəli. mötərizə xaricində çıxartmaqla yığmışıq bir yerə. Cavabımız da 11 ilə 9 20 eləyir. 30'u da 20'yə vuracağıq. Yəni 600 eləyəcək. Aynı oldu. Bəli. Gəldik dördüncüyə. Dördüncü dədir ki, M vurulsun N 12'dir. Yəni ki, bu ikisi 12'dir. İfadələr qiymətini Həmişə elə tapın. ki 12 qoymalıyıq da. Yəni qaydaya görə Bəli. həmişə o Məsələn, əməyin yeri. mötərizə arasında M vurulsun N vurulsun 5. Yəni ki, 12 vurulsun 5. Bəli. Yəni mötərizənin yerinə sadəcə 12 qoyacağıq. Qiymətini və hesabını hesablayacağıq. Yəni bərabər hesablayaq. Mən 4'ü buradan yazıram. H bəndi. Yazılıb mötərizədə n vurulsun n vurulsun 5. O da bərabərdir. Sən demiş 12 vurulsun 5. O da neçə eləyəcək? 60. Bəs B-də necə yazaq? Belə də yaza bilərik ki, 12 vurulsun 14. Ay sağ ol. Yenə eyni qayda ilə. 14'ü 12'ye vurup ne almıştım? O değil 168. 108 bəli. Sonra C variantında. N vurulsun 8 mötərizədə də I vurulsun N'dir. Yenə də Evet. eyni qayda ilə 12'ni 8'e vuracağıq. Neçə alırıq? 96. 96. D variantında necə eləyəcəyik? Və 25'i vuracaq 4'ə. Təbii ki 4 ilə 25'i bir qruplaşdıracağıq. M ilə D-ni 1. O olacaq 100. 12 Sonra da o vurulsun da 100. vuracaq 12'ye 1200. Yəni cavab 1200 olacaq. 5. 5'də də deyir ki, vurmanın xassələrindən istifadə etməklə Eyni cədvəli qaydada tamamla. cədvəldir. Məsələn, burada verilib 64. Yəni ki, hamısını 2'yə vuracaq. Məsələn, 35'i 2'yə vuranda 70, 21'i 2'yə vuranda 42, 32'yi 2'yə vuranda 64.
Yani 64'ü artık geriye kaydırsan da bölürsen 2'ye Bəli. yazırsan yukarıya. Yani həmişə də sən demiş bunları 2'ye vurmaq lazımdır. Aşağıda göstərir ki m'ni 2'ye vur. Bəs B variantında nə istəyir bizdən? Yəni B variantından amma 8-ə mən birinci M-lə N'in 8-ə cəmi vuracaq. bizdə 50'dirsə, demək ki oradan 8'i mötərizə xaricinə çıxardanda M üstəgəl N olur. Bu o deməkdir ki, biz 50'ni 8'e vurub yazmalıyıq. Bunun qaydası budur. Buraya yəni 8n plus 8n'dir. 50 vurulsun 8, Hı hı. 400. 400, bura 400. Burada isə geri qayıtmalıyıq. Əksinə 1200'ü neynəməliyik? Bölməliyik 8-ə. 8'e bəli. Demək ki, burada da 150 imiş. Burada ama aşağı düşəndə artıq vurmaq lazımdır. 2000. Bəli, burada 2000 olacaq. Все. Deməli 50 Bəli. 400, 150 1200, 250 2000 oldu. Bu səhifə bizdə neçənci idi? 15 idi. İndi gəldik səhifə 16-ya. Gəl görək səhifə 16-da nə deyir? 9 zəhmət olmasa 16'da həmişə 2 vurulsun 5 hasilini ayırmalıyıq. Məsələn 15'i necə ayıraq? 2 vurulsun 5. Sonra da 1 Səhifə vurulsun 16. 4. Yəni yazmalıyıq ki 15 vurulsun 24 düzdürmü? Bəli. Biz 15'i göstərə bilərik. 3 vurulsun 5 kimi. 24'ü de gösterebilirik. 2 vurulsun 12 kimi. Gördün 2 vurulsun 5 hasilini ayırdık. Aynı oldu. Bəli. Ona göre 2 vurulsun 5 neçə eləyəcək? 10. 3'ü də 12'ye vurup vuracağıq ona. Yəni 36'ını da ona vuranda 360. Hı. Diğerinde de eyni qaydayla. 35 vurulsun 12. 35'i 5 vurulsun 7 kimi yazaram. 12'nin de 2 vurulsun 6 kimi yazarım. Gördün yine 5 vurulsun 2 var burada. Yani 7'ni vururam 6'ya bir de vururam 10'a. 42'ni de ona vuranda 420 alırım. Sonra 14 vurulsun 25'te. 14'ü necə yaza bilərsən Fatih? 14'ü yaza bilərəm ki, 2 məsələn, vurulsun 7 7. Düz. vurulsun 2. Ha, Bəli. 25'i bəz. 5 vurulsun 25'də 5 kimi. 5'ə 5'ə. Ha, gördün mü yine burada 2 vurulsun 5 oldu. Onda 7'ni 5'e vurup sonra da 2 vurup 5'ten neçə edir 10'a. 35'i de 10'a vuranda 350. Aynı Bəli. oldu. Sonra diğerini de alalım. Mən 8 vurulsun 5. Yok. 9 vurulsun. Aha, 45 vurulsun altını 9 vurulsun 5 kimi yazdım. Bəs 8'i 16'nı də da 2'yə vuracaq. işte gördün mü 5 vur 2 burada da yine rastımıza çıktı. Vurduca artık 9'u 8'e vurup sonra 10'a vurmalıyım. Yani 720. Bu necə rahat oldu biz bu vurmanı hesablamamız. 15'i 24'e hiç alt alta vurmaya ihtiyaç olmadı. Bəli. Aynı oldu. Bəli. Geçti 7'ye. Bu sayfa 7-də 16'daki iki bizdə doğru 6. bərabərliyi. tapşırıq. 7. tapşırıqda Bəli. isə doğru olana doğru, doğru olmayana x koyacağız. Mesela birinci A variantında başlayaq. 13 bölünsün 0 yazıb ki 13'dür. Səncə bu Fatih doğrudur? Xeyr. Aha, onda biz buna x koyaq da yanlışdır. Çünki cavab 0 eləməliydi. Sonra yazıb B'də Bəli. 24 bölünsün 0 bərabərli 0-a. Səncə bu doğrudur Fatih? Bəli. Ay sağ ol. 24'ü çünkü sıfıra böləndə nə edir? 0. Yəni ki, Sıfır 24-ün eləyir. içində 0 dənə 0 var. Bəli. Doğru ağıllı. 0 bölünsün 25 bərabərli 0.
Yazaq bir dənə Mə, onu. bu mən düzdür. A, 0 bölünsün 25. Yazıb ki, cavab 0. Bəli. Biz qayda keçmişdik, yadındadır. Aha, bəli. Mən xeyr. Bunu nəyə görə xeyir götürürsən? Çünki mən 0 yaza bilməliyim. Ay sağ ol. Ona görə biz buna nə qoyacağıq? X Bəli, sonra o birisi. 0 bölünsün 3 üstə 2. Mən bu da səhvdir. Hı -hı. Sonra keçdik 8-ə. Bölünənə əlverişli ədədlərin cəmi şəklində yazmalı qisməti tap. Yaza bilərik ki, məsələn, 600 üstə Aha. 50 Ay sağ ol. bölünsün 5 5. Sonra ayrı ayakta bölürük. və 600 bölünsün 5 1. Üste üstə gelsin 50 bölünsün 50 5. bölünsün 5. 600'ü 5'e böləndə 120. Aha. 5'i də 5'e 50 bölən 50'yi də 5'e böləndə 10. elədi 130. Geçtik Bəli. diğer. 396 bölünsün 3'e. Bunu mesela üçün yaza Burada da bilərik ayrı yazacaq. aylıqda. 300 üstə gəl 90 300 üstə gəl 6. Çünki üstə hamısı onsuz da 3'e 90. bölünür. Bəli. Mən çox rahat tapacaq. 300'ü 3'e bölərik. 10. Sonra 90'ı 3'e bölərik. Sonra da 6'ını 3'e 1. bölərik. 100 Bəli. üste gelsin 30 üste gelsin 2. Yani 132. Geçtik diğerine. Bəli. 749 bölünsün 7'ye. 700 üste gelsin 49 kimi yazabilirik. Onsuz da ikisi de Bəli. bölünür. 700'ü ayrı ayakta bölürük 7'ye. Özünde de qeyd edək. Üste gelsin 49'u da 7'ye bölürük. 700'ü 7'ye Hı. böləndə alırıq 100. 9 da 7'ye böləndə 7 alırıq. Cavab olacaq 107. Bəli. Sonra sonuncusu 16280. Bunu necə göstərə bilərik? Baxaq. 16000 olsun. 16000 onsuz da 4'e bölünür. Üste gelsin. Sonra 200 olsun. Sonra da eşit olsun. Bölək 4'e. Hər Bəli. ikisi bölünür onsuz da. Üçü də yəni. Ben yukarıdan yazsam iyi olmayacak. 16.000'i 4'e böləndə nə alacağıq? 16.000'i 4'e böləndə Hmm, 4. 4 üst üstü mü? Bəli. Buradan yazalım. Ve bu misalı yukarıdan yazırıq. 400, Və 4000. 4000. daha doğrusu 4000. 4000 üste gelsin. 200'ü 4'e böləndə 50, 80 de 4'e böləndə 20. 70, o da 4070 elədi. Yani bu ifadenin cevabı da 4070 edir. Aydın Fatih. Bəli. Bəli. 9'da kalkülatörden istifade edip tek cevap tapacağım. Hasil təxmini tapmalıyıq ilk önce. Yazılır Bəli. ki Mən 700. Hı hı. yaza bilərik ki, məmə 700 Hı hı. vurulsun 200. Burada məmə 200. yəni ki, qısaca 7-yi 2-yə vurub alırıq 14. Məmə 14-ün də yanına 4-də 0 qalıq eləyir 140. 140 min. Gəl bunu dəqiq yazaq və bu təxmini cavabımız. Bəli. Yəni 723'ü vurmalıyıq biz 194'e. Dəqiq cavabımız ise 140.262 edir. 262. Bəli.
Bunun qarşısına yenə də yazırıq. 723 vurulsun 194 bərabər oldu. 140.262. Bu da bunun Və oldu dəqiq sonra cavab. mən vururaq 900 vurulsun 500 Şimdi B variantına keçək. Dəqiq. və 9-cu tapşırıq. yaza bilərik ki, məsələn, mənə 900 vurulsun 500. Bunu mən 9-u da 5-ə vuranda 45. 45-in yanına 4-lər 0 qoyuruq. 450.000. Yəni 450 təxmini idi. İndi bunun dəqiq Bəli. cavabını yazmalıyıq. 881-i 519-a vurur. Bu da eləyir 881-i də 519-a vuranda alınır 457.239. 7.000. 457.239 C variantına baxaq. Deməli 10.098-i Burada yaza vurmalıyıq. bilərik ki, məsələn, 10.000 vurulsun 300. Olar. 3 Burada yazıb təxmini yanına mənə 6 dənə 0 qoysaq 3 milyon olacaq. 3 milyon. İndi bunu biz bəs dəqiqini hesablayaq da 10.098-i vuraq 280-a. Bu da eləyir təxminincə mənim 2 milyon neçə eləyər? Çünki mənə 2-dir. 2-yə vururuq. 2 milyon 827.440 elədir. 440. Bəli. Keçdik D variantına Fatih. Burada artıq 1005-i vurmalıyıq 340-a. Birinci 1000 olsun. Birisi də 300 olsun. Yanına da 5 dənə 0 qoysaq Eləyir 300.000. mən Və 300.000-i 300 aldıq. min. Bu təxmindir. İndi dəqiqini də yazaq. Mən dəqiqi mən burada 15-i eləyir vuranda 340-a 340. 341.700. Bəli. Gəldik yenə qismət məsələsinə, yəni 10-cu tapşırığa. Burada da təxmin etməliyik, sonra dəqiq yazmalıyıq. A variantından başlayaq. Mən yaza 840 bilərik ki, 800 bölünsün 40. Burada bu elədi bizdə burada 20. eləyər və 20. Təxmini fikrimizdir. İndi dəqiq fikrimizi yazaq. 817-ni 43-ə bölək. 817-ni də 43-ə böləndə cavabımız 19 eləyir və 20-yə yaxındır. Evet. 21 Mən burada min yaza 5 bilərik ki, məsələn 20.000 bölünsün 50.000. 50 yəni. Və 50. Sıfırların Mən burada birincisi isə 2000-i 5-ə bölürük. 400. və 4.000. 400. İndi dəqiq cavabını yazmalıyıq. Dəqiq cavabı 21.522-ni bölməliyik 51-ə. Bu da 422 eləyəcək dəqiq cavabımız. Sonra burada yaza bilərik ki, 2000. 2000 bölünsün 30. Yox, bölünsün 40. Deməli 1591-i bu səfər bölürük 37-yə. Bu olsun 2000 Bu da olsun bölünsün 40. 40. Bu da Sıfırlar eləyir 50. 50. 1591-i 37-yə dəqiq bölməliyik. Eləyəcək 100. 43. 5 eləyir 43.560-ı 22-yə bölməliyik. Mən tapdım cavabı. 40.000-i bölürük Mən 20-yə. 42. 200. Necə? 42. İndi 43.560-ı dəqiq 22-yə bölək.
Onda 43.060, daha doğrusu 560'ı bölürük 22'ye. O da 1980 Bu da bunun dəqiq cevabı. Bu kadar Fatih. və Diğer sayfamız nədir bəs? Təxmin etmək, müqayisə etmək, sonra məsələlərdir. Qalsın, onu da gələn dərsən. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.